Xərçəng xəstəliyi təhsil almaq istəyinə mane ola bilməyib. Aprelin 20-sində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Uğurlu nəticə əldə edənlərdən biri də Abşeron rayonunun Pirəkəşgül qəsəbə tam orta məktəbinin şagirdi Sadiq Rəcəblidir. O 2023-cü ildən xərçəng xəstəliyinə tutulub. Hazırda ev şəraitində müalicə alan yeniyetmə imtahana qədər dərslərə onlayn şəkildə qoşulub. Nəticədə 9-cu sinif şagirdi buraxılış imtahanında mümkün 300 baldan 254 bal toplayıb. Anası bildirib ki, oğlu bütün çətinliklərə baxmayaraq dərslərini sevə-sevə öyrənir. Sadiq xəstəliyinə görə evdə təhsil alır, yəni müəllimləri evinə gəlirlər. Hazırlıqlarına isə onlayn şəkildə davam edib. Sadiq deyir ki, ən böyük arzusu tanınmış hüquqşünas olmaqdır.